Salam, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinç Nuriyeva. Bugün sizinlə danışacağımız mövzu mürəkkəb cümlədir. Gəlin görək mürəkkəb cümlə nədir və onun haqqında nələr bilməliyik. Biz bilirik ki, iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümlələrə deyirik mürəkkəb cümlə. Məsələn, ekranda görürsünüz ki, göy guruldadı, şimşək çaxdı, yağış yağdı. Burada qeyd olunan cümlə bizdə mürəkkəb cümlədir. Biz mürəkkəb cümləni böldüyümüz zaman ikiyə bölünür. Tabesiz və tabeli mürəkkəb cümlə. Bunların arasında fərqlər nədir? Tabesizlik əlaqəsi ilə bağlanan mürəkkəb cümlələr deyirik ki, bunlar tabesiz mürəkkəb cümlələrdir. Tabesiz mürəkkəb cümlələr bərabər hüquqlu, sadə cümlələrin birləşməsinə yaranır. Yəni, bu cümlələrin biri digərindən qrammatik cəhətdən asılı olmur. Məsələn, ekranda gördüyünüz birinci cümlə bizdə tabesiz mürəkkəb cümlədir. Fikir versəniz, buradakı 3 dənə cümlə, 3 sadə cümlədən təşkil olunub bizim cümləmiz. Burada verilən cümlələrin biri digərinə qrammatik cəhətdən asılı olmur. Belə deyək ki, yəni siz tabesiz mürəkkəb cümlənin tərkibində işlənən cümlələri ayrı-ayrılıqda müstəqil cümlə şəklində işlədə bilərsiniz. Yəni bir-birindən qrammatik cəhətdən asılı olmadığına görə ayrılıqda işlədilməsi çox rahatdır. Bunun əksinə olaraq tabeli mürəkkəb cümlədə isə tərkib hissələrindən biri digərindən qrammatik cəhətdən asılı olur. Biz tabeli cümlədə baş və budaq cümlə anlayışını bilirik. Dedi ki, biri digərindən qrammatik cəhətdən asılı olur. İkinci cümləyə nəzər salsanız görərsiniz ki, xəbər evə çatmışdı ki, hamı ağlamağa başladı. Burada verilən ikinci cümlə birinci cümlədən asılıdır. Yəni, burada baş və budaq cümlə anlayışı var. Deməli, burada ifadə olunan verilən cümlələri ayrı-ayrılıqda müstəqil şəkildə işlətməniz mümkün deyil. Xəbər evə çatmışdı ki, nə? Verilən cümlənin ardını birinci cümlə tələb edir ki, verilən fikir, ifadə tamamlansın. Belə cümlələrə biz deyirik tabeli mürəkkəb cümlə. Ümumiyyətlə, yadda saxlayın ki, mürəkkəb cümləni biz bölürdük quruluş baxımından iki ilə. Mürəkkəb cümlə və sadə cümlə. Sadə cümlədə sadalanan xəbərlər bir mübtədaya aid isə, həmin cümlə xəbəri biz nə edirik? Həmziz hesab edirik. Məsələn, deyirəm ki, külək əsir, ağacın yarpaqlarını yerə tökürdü. Baxın, burada verilən cümlə bizdə həmciz xəbərli sadə cümlədir. Yadda saxlayın, mürəkkəb cümlə dediyimiz zaman təbii ki, orada mürəkkəb cümlənin tərkibinə daxil olan cümlələrin sayına görə baxmırıq. Yəni, məsələn, burada verilən cümlədə iki dənə sadə cümlə, belə deyim də, iki cümlə görürüksə, buna mürəkkəb cümlə deyə bilmərik. Buna baxsanız görərsiniz ki, məsələn, əsir, nə? Külək, tökürdü, nə? Yenə külək. Gördüyünüz kimi bizdə burada olan xəbərlərimiz bir mübtədəyə aiddir. Bu zaman biz bu cümləyə deyirik həmziz xəbərli sadə cümlə. Bəs biz bu cümləni mürəkkəb cümləyə çevirmək üçün nə etməliyik? Bu zaman ola bilər ki, deyirəm ki, külək əsir, ağacın yarpaqları yerə tökülürdü. Baxın. Bu şəkildə artıq siz bunu nə deyəcəksiniz? Tabesi mürəkkəb cümlə. Əsir, nə? Külək. Tökülürdü, nə? Ağacın yarpaqları. Fikir verirsinizsə, artıq burada işlənmiş cümlələrin hər birinin özünün ayrıca qrammatik əsas, yəni mübtəda xəbər olduğuna görə, hər bir xəbərin özünün aid olduğu müstəqil bir mübtəda olduğuna görə siz bu cümləyə deyirsiniz mürəkkəb cümlə. Amma mənim burada qeyd etdiyim birinci cümlədə isə siz ona nə deyəcəksiniz? Deməli, həmciz xəbərli sadə cümlə. Yadınızda qalsın. Amma təbii ki, siz ola bilər ki, burada görürsünüz ki, məsələn, ikinci cümlədə xəbərlər bir mübtədaya tabidir. Bu zaman bunu götürürsünüz həmciz xəbərli sadə cümlə. Amma bəzən siz tabeli mürəkkəb cümlədə xəbərləriniz bir mübtədaya tabi ola bilər. Məsələn, bunu necə bilirik? Gəlin bir cümlə yazaq. Deməli, mən bilirəm ki, qəbul olacam. Baxın. Bilirəm kim? Mən. Qəbul olacam kim? Yenə mən. Bu zaman siz artıq bunu gəlib deməli sadə cümlə kimi qəbul etmirsiniz. Yadınızda qalsın. Tabelik bağlayıcı işlənmiş bütün cümlələr sizdə tabeli mürəkkəb cümlədir. Verilmiş bu cümlədə də sizdə ki, tabelliyi bağlayıcısı, aydınlaşdırma bağlayıcı işlənib. Deməli siz bu cümlədə 100% qəbul edəcəksiniz tabeli mürəkkəb cümlə. Yadınızda qalsın.
Bir də deyirəm, tabelik bağlayıcısının demişdik bircə işlənmə yeri var. O da sizə tabeli mürəkkəb cümlənin tərəfləri arasındadır. Tabeli bağlayıcıları işləmiş bütün cümlələr sizə tabeli mürəkkəb cümlə hesab olunacaq. Yadınızda qalsın. Ee, Daha sonra keçək tabelsiz mürəkkəb cümlənin növlərindən danışaq. Görək hansı növlər var. Biz bilirik ki, bərabər hüquqlu sadə cümlələrin birləşməsindən yaranan cümlələr deyirik tabelsiz mürəkkəb cümlədir. Tabelsiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə ya intonasiya ilə, ya da həm intonasiya ya da tabelsizlik bağlayıcılarla bağlana bilər. Tabelsizlik mürəkkəb cümlənin 6 dənə belə deyək məna növü var. Zaman, ardıcıllıq, səbəb, nəticə, aydınlaşdırma, bölüşdürmə və qarşılaşdırma əlaqə tabelsiz mürəkkəb cümlə deyirik bunlara. Gəlin görək zaman əlaqə tabelsiz mürəkkəb cümlə nədir? Deməli, zaman əlaqə tabelsiz mürəkkəb cümlələrin tərkib hissələri eyni zamanda baş verən hadisələrdən təşkil olunur. Məsələn, maşın hərəkət edir, eyni zamanda insanların səsi ətrafa yayılır. Baxın, dedik ki, burada hadisələr eyni zamanda baş verir. Baxın, eyni halda həm maşın hərəkət edir, həm də insanların səsi ətrafa yayılır. Yəni bizim gündəlik gördüyümüz belə deyək bir prosesdir bu. Yəni siz bunu deyə bilməzsiniz, birinci maşınlar hərəkət edib qurtarır, sonra insanların səsi olur. Xeyr, gündəlik görürsünüz ki, həm eyni anda maşınlar hərəkət edir, həm də insanların səsi ətrafa yayılır. Siz tabelsiz mürəkkəb cümlələrdə nə edə bilərsiniz? Zaman əlaqə təbii ki. Verilən tərəflər eyni zamanda baş verdiyinə görə siz o cümlələrin tərkib hissələrinin yerlərini dəyişə bilərsiniz. Məsələn, insanların səsi ətrafa yayılır, eyni zamanda maşın hərəkət edir. Yəni cümlələrin yerini dəyişdiyiniz zaman burada heç bir məna pozuntusu baş vermir. Yanınızda qalsın. Bu tipli cümlələr əgər yerini dəyişə bilirsinizsə, yəni zaman əlaqədə dəyişə bilirsiniz. Bunu deyəcəyiz zaman əlaqə tabelsiz mürəkkəb cümlə. Və daha belə deyək, rahat tapmaq üçün nə edirsiniz? Zaman əlaqə tabelsiz mürəkkəb cümlədə siz iki cümlə arasına eyni zamanda sözünü artıra bilirsiniz. Məsələn, maşın hərəkət edir, eyni zamanda insanların səsi ətrafa yayılır. Yəni hadisələr eyni zamanda olduğuna görə siz orada eyni zamanda sözünü artıra bilərsiniz. Daha sonra siz zaman əlaqə tabelsiz mürəkkəb cümlələri həm bağlayıcı vasitəsilə, həm də intonasiya vasitəsilə belə deyək, birləşdirə bilərsiniz, yəni bağlaya bilərsiniz. Məsələn, burada gördüyünüz cümlədə sizdə intonasiya vasitəsilə bağlanıb. Gördüyünüz kimi heç bir bağlayıcıdan, tabelsiz bağlayıcıdan istifadə olunmuyor. Bəs bağlayıcılı vasitəsi necə olur? Birləşdirmə, iştirak və inkar bağlayıcıların vasitəsilə sizdə zaman əlaqə tabelsiz mürəkkəb cümlə yarana bilər. Məsələn, nə Əli danışır, nə Ayşə susurdu. Hadisələr eyni zamanda baş verir. İnkar bağlayıcısı var burada. Buna nə deyəcəksiniz? Həm də yerini dəyişə bilərsiniz. Nə Ayşə danışır, nə Ayşə susur, nə də Əli danışırdı. Və yaxud da eyni zamanda sözünü də artıra bilərsiniz. Gördüyünüz kimi bizim dediyimiz bütün qaydaları siz bu cümlələrə, yəni zaman əlaqə, tabelsiz mürəkkəb cümləyə tətbiq edə bilirsiniz. Keçək ardıcıl əlaqəyə tabelsiz mürəkkəb cümlə. Ardıcıl əlaqə tabelsiz mürəkkəb cümlələrdə ardıcıl baş verən hadisələr sadalanır. Məsələn, zəngin səsi kəsildi, dərs başlandı. Fikir versəniz burada, baxın, siz ardıcıl əlaqə tabelsiz mürəkkəb cümlədə nə etməlisiniz? Bu zaman cümlədə birinci iş bitməlidir. Yəni birinci zəngin səsi kəsilməlidir. Ondan sonra ikinci iş olmalıdır. Yəni birinci zəngin səsi kəsilir, ondan sonra ikinci iş olan dərs başlandı hadisəsi icra olunmağa başlayır. Zaman əlaqədə cümlələrin yerini dəyişə bilirdik. Amma ardıcıllıqda hadisələr ardıcıl baş verdiyinə görə burada siz cümlələrin yerini dəyişə bilmərsiniz. Məsələn, dərs başlandı, zəngin səsi kəsildi. Xeyr. Dərs başlandığına görə zəngin səsi kəsildi. Birinci zəngin səsi kəsilib bitir. Birinci iş, hərəkət, icra olunub bitəndən sonra sizdə ikinci iş və hərəkət başlayır. Yadınızda qalsın. Daha sonra siz ardıcıllıq əlaqəli cümləyə nə edirsiniz? Birinci cümləyə əvvəl, növbəti cümləyə isə siz birazdan sonra sözlərini əlavə edə bilərsiniz. Məsələn, əvvəl zəngin səsi kəsildi, gəlin buraya yazaq. Əvvəl zəngin səsi kəsildi, bir azdan və yaxud da sonra dərs başlandı. Gördüyünüz kimi bu sizdə nədir? Ardıcıl əlaqə tabelsiz mürəkkəb cümlə. Həm bağlayıcılı, həm də bağlayıcısız ola bilər. Məsələn, zəngin səsi kəsildi, dərs başlandı. Bağlayıcısızdır. Yəni intonasiya vasitəsilə yaranır. Bəs bağlayıcı da necə ola bilər? Əsasən bizdə yaranır birləşdirmə bağlayıcısı ilə. Direktor gəldi, iclas başlandı. Gördüyünüz kimi bağlayıcı vasitəsilə yaranmış olacaq. Daha sonra, məsələn, bizdə elə cümlələr var ki, orada düzdür, hadisələr ardıcıl baş verir.
Amma siz o cümlələrdəki nə etməlisiniz? Xəbərlərə baxmalısınız. Əgər verilən cümlələrin xəbəri sizdə bir mübtədaya tabedirsə, bu zaman siz o cümləni nə götürəcəksiniz? Həmcins xəbərli sadə cümlə qəbul etmiş olacaqsınız. Məsələn, belə deyil. Nənə sandığı açdı, dəsmala bükülmüş pulu çıxardı, nəvələrinə verdi. Baxın, açan da nənədir, pulu çıxaran da nənədir, nəvələrinə verən də nənədir. Yəni bütün hərəkətimiz bir mübtədaya aid olduğuna görə siz bunu həmcins xəbərli sadə cümlə qəbul edirsiniz. Nə olsun ki, hərəkətlər ardıcıl baş verir. Birinci açır, sonra pulu çıxarır, sonra nəvələrinə verir. Amma siz burada əsas nəyə baxmalısınız? Qrammatikaya. Yəni orada mübtəda və xəbərin bir-birinin aslı olma sayına baxmalısınız ki, xəbərləriniz bir mübtədaya aid olanda onu götürürsünüz nə? Təbii ki, həmcins xəbərli sadə cümlə. Yadınızda qalsın. Daha sonra bizdə var səbəb-nəticə əlaqələr tabeis mürəkkəb cümlə. Nədir? Səbəb-nəticə əlaqələr tabeis mürəkkəb cümlədə birinci tərkib hissədəki iş səbəbi, ikinci isə onun nəticəsini bildirir. Gəlin bura baxaq. Yağış yağmağa başladı. Hər tərəf palçıq oldu. Hər tərəfin palçıq olmasının bir səbəbi var, o da yağışın yağmağa başlaması. Siz bu tipli cümlələrdə nə edirsiniz? İkinci cümləyə ona görə də nə edə bilərsiniz? Sözünü artıra bilərsiniz. Bu zaman sizdə olur səbəb-nəticə əlaqə. Səbəb-nəticə əlaqə tabeis mürəkkəb cümlələr intonasiya və tabeisizlik bağlayıcıları ilə bağlana bilər. Yağış yağmağa başladı, hər tərəf palçıq oldu. Bu sizdə nədir? İntonasiya. Yəni bağlayıcı yoxdur. Və yaxud da günəş batdı və aləm qaranlığa qərq oldu. Birləşdirmə bağlayıcı ilə bağlanır. Bir verirsə, burada nədir? Bağlayıcı vasitəsilə bağlanmış olacaq. Bəzən səbəb-nəticə əlaqəli cümlələr aydınlaşdırma əlaqəli tabeisiz mürəkkəb cümlələrlə qarışdırılır. Baxın, bunları necə ayırırsınız? Hər ikisində oxşar cəhət odur ki, hər ikisində hərəkətlər ardıcıl baş verən hadisələrdən təşkil olunur. Ardıcıl əlaqələrindəki ardıcılığı biz deyirik adi ardıcılıqdır. Yəni burada ikinci cümləni heç də, yəni birinci cümlədən asılı olmayan əsas deyil ki, yəni zəruri deyil ki, birinci cümlədən əmələ gəlsin. Amma səbəb-nəticə əlaqələrindəki ardıcılıq isə səbəbdən sonra gəlməlidir. Yəni səbəbin nəticəsi kimi meydana çıxmalıdır. Məsələn, pərdələr açıldı, tamaşa başlandı. Bu cümləyə baxsanız, bu bizdə ardıcıl əlaqə tabeis mürəkkəb cümlədir. Yəni tamaşanın başlanması üçün pərdənin açılmasının belə deyim də zərurəti yoxdur. Birinci pərdə açılır, tamamlanır, bitir. Ondan sonra tamaşa başlanır. Amma səbəb-nəticə əlaqə tabeis mürəkkəb cümlələr isə məsələn yağış yağdı, çay daşdı. Yağış yağı qurtarandan sonra çay daşmır. Yağış yağa-yağa çay daşır və çayın daşmasının səbəbi nədir? Ondan əvvəlki cümlədə səbəb olaraq göstərilmiş olur. Yadınızda qalsın. Daha sonra bizdə var aydınlaşdırma əlaqələri tabeis mürəkkəb cümlə. Aydınlaşdırma əlaqələri tabeis mürəkkəb cümlələrdə tərkib hissələrindən biri ümumiliyi. Digəri isə onu verilən ümumi anlayışı aydınlaşdırır və konkretləşdirir. Məsələn, kənddə hamı işləyirdi. Kimi ot biçir, kimi taxıl ələyir, kimi də yer şumlayır. Verilən cümlələrə nəzər salsaq, burada ümumi fikir hissəsi sizdə hansı? Kənddə hamı işləyirdi. Bu sizdə ümumiliyi bildirir. İkinci, qoşan belə deyək də, nöqtəli vergüldən sonra işlənmiş cümlələr isə sizdə birinci ümumi anlayışın mənasını aydınlaşdırır və konkretləşdirir. Yadda saxlayın. Siz aydınlaşdırma əlaqələri tabeis mürəkkəb cümlədə ümumi cümlədən sonra qoşan nöqtə də qoya bilərsiniz. Nöqtəli vergül də qoya bilərsiniz. Bəs bundan nə zaman istifadə edirsiniz? Əgər ikinci hissədə olan cümlələrin sayı bir cümlədən ibarətdirsə, bu zaman siz orada qoşursunuz qoşan nöqtə. Amma iki və daha artıq cümlədən ibarətdirsə, yəni aydınlaşdıran və konkretləşdirən hissə iki və daha artıq cümlədən ibarətdirsə, siz burada artıq nöqtəli vergüldən istifadə etmiş olacaqsınız. Yanınızda qalsın. Aydınlaşdırma əlaqələri tabeis mürəkkəb cümlələri siz həm bağlayıcı, həm də deməli bağlayıcı istifadə edə bilərsiniz. Məsələn, burada görürsünüz ki, deməli kənddə hamı işləyirdi. Bu sizdə bağlayıcısızdır və yaxud da aydınlaşdırma əlaqələri tabesiz bağlayıcısından da istifadə edə bilərsiniz burada. Daha sonra bizdə var deməli ən belə sevilən tabeis mürəkkəb cümlələr və qarşılaşdırma əlaqələri tabeis mürəkkəb cümlədir. Çünki çox asandır. Niyə görə? Burada verilən tabeis mürəkkəb cümlədə iş və hadisələr qarşılaşdırılır. Məsələn, o həyətə düşmək istədi, amma anası icazə vermədi.
Fikir versiniz, burada iş və hərəkət qarşılaşdırılır. Həm intonasiya, həm də tabeçisizlik qarşılaşdırma bağlayıcı ilə bağlana bilər. Məsələn, o həyətə düşmək istədi, amma anası icazə vermədi. Burada sizdə nədir? Qarşılaşdırma tabeçisizlik bağlayıcısından istifadə etmiş olmusunuz. Görürsünüz burada. Əli çox dedi, Sənan az eşitdi. Görürsünüz, bura mən nə eləmişəm? Öz təxəyyülümdə ammanı bərpa eləmişəm. İntonasiya ilə bağlanıb, mən bu ammanı özüm öz təxəyyülümdə bərpa edirəm ki, görüm həqiqətən də qarşılaşdırma əlaqəli tabeçi mürəkkəb cümlədir. Bəli. Yadınızda qalsın ki, belə deyək, qarşılaşma əlaqəli tabeçi mürəkkəb cümlənin tərkib hissələri siz antonim sözlərin köməyi ilə də nə edə bilərsiniz, yarada bilərsiniz. Məsələn, deyirəm ki, Əli dolu adam idi, dostu isə arıq. Fikir versiniz, dolu və arıq sözləri bir-birilə antonim sözlərdən əmələ gəlmiş ola bilərlər. Yadınızda qalsın. Daha sonra, bölüşdürmə əlaqəli tabeçi mürəkkəb cümlə nədir? Bölüşdürmə əlaqəli tabeçi mürəkkəb cümlədə hadisələr sizdə ya növbəli şəkildə baş verir, ya da iki işdən birinin mümkünlüyü şəklində meydana çıxır. Məsələn, ya sən bizə gəlməlisən, ya da biz Əligilə gedəcəyik. Burada verilən iş və hadisələrdən ikisindən biri baş verə bilər. Yəni, ya sən bizə gələcəksən, ya da biz Əligilə gedəcəyik. İki hadisə eyni zamanda baş verə bilməz. Yadda saxlayın ki, bölüşdürmə əlaqə tabeçi mürəkkəb cümlə ya da gah da bağlayıcıları vasitəsilə bağlanmış olacaq. Ya da ilə bağlanarsa iki işdən birinin mümkünlüyüdür. Gah da vasitəsilə bağlanarsa iş və hərəkət sizdə deməli növbəli şəkildə icra olunmuş olacaq. Fikir verirsə, ya ilə bağlandı. Burada verilmiş cümlə ya sən bizə gəlməzsən, ya Əligilə gedəcək. İki işdən biri baş verdi. Gah yağış yağır, gah da gün çıxır. Buradakı iş və hərəkət isə sizdə artıq növbəli şəkildə baş vermiş olacaq. Testlərdə belə bir suala rast gələ bilərsiniz ki, bölüşdürmə əlaqəli tabeçi mürəkkəb cümlədə istifadə olunan bağlayıcılar belə deyək də atarsaq onu, cümləmizdə necə bir dəyişiklik olar? Məsələn, gah yağış yağır, gah da gün çıxır. Verilən bu cümlədə siz gah bölüşdürmə bağlayıcılarını atırsınız. Yağış yağır, gün çıxır. Bu zaman cümlənin artıq məna növü bölüşdürmə yox, yadda saxlayın, zaman əlaqəli tabeçi mürəkkəb cümləyə keçir. Yadda saxlayın ki, bölüşdürmə əlaqəli tabeçi mürəkkəb cümlə bağlayıcısız işlənə bilmir. Yeganə tabeçi mürəkkəb cümlədir ki, yəni siz onu bağlayıcısız işlədə bilmərsiniz. Bu işin, bu verilən qaydanın əksi də mümkün. Məsələn, yağış yağır, gün çıxır, zaman əlaqəlidir. Siz bura bölüşdürmə əlaqəli tabeçi bağlayıcısı əlavə etsəniz, keçəcək nə? Bölüşdürmə tabeçi mürəkkəb cümləsidir. Yadınızda qalsın. Daha sonra, bizim hər zaman gördüyümüz ya da gah da olan cümlələrə tabesiz bölüşdürmə deyə bilmərik. Çünki biz nə etməliyik orada? Xəbərlərə baxmalıyıq ki, görək bir mübtədaya tabedirmi? Məsələn, Əli ya dərslərini oxuyur, ya da kinoya baxır. Verilən bu cümlədə görürsünüz ki, nədir? Ya da ilə bağlanıb. Təbii ki, siz bunu bölüşdürmə əlaqəli tabeçi mürəkkəb cümlə kimi qəbul etmirsiniz. Baxın, oxuyur kim? Əli. Baxır kim? Yenə Əli. Görürsünüz ki, buradakı xəbərlər nəyə tabedir? Bir mübtədaya. Ona görə siz bu cümləyə deyəcəksiniz həmdiz xəbərli sadə cümlə. Yadda saxlayın, testlərə nəzər saldığınız zaman bizdə məsələn soruşa bilər ki, zaman əlaqəli bölüşdürmə, qarşılaşdırma tap. Verilən cümlə sadə cümlə də olarsa, o da belə deyim də zaman əlaqəsi özünü göstərə bilər və yaxud da qarşılaşdırma ola bilər. Məsələn, görürsünüz ki, bölüşmə bağlantısı işlənə bilər. Siz nə edirsiniz? Gedib orada artıq cümlələrin qrammatik əsasına nəzər salmalısınız. Əgər verilən xəbərlərinizin bir mübtədaya tabedirsə, onu artıq belə deyək, məsələn, buradakı cümləyə nəzər salsanız, bunu siz bölüşdürmə yox, nə götürürsünüz? Həmdiz xəbərli sadə cümlə. Yəni, ilk olaraq mənaya baxmırsınız. Gedin birinci cümlənin qrammatik əsasına nəzər salın. Ondan sonra həmin cümlənin hansı məna əlaqəsində olmasına diqqət yetirin.